الحمد والثناء لله رب العالمين والصلاة والسلام على عبد الله ورسوله وصفيه وحبيبه وحافظ سره ومبلغ رسالته سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله الأعظم أرواحنا وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Həzrət Adəm əleyhissalamdan İslam peyğəmbərinə qədər bütün peyğəmbərlərə və müsəlmanlara Allahın tövsiyə elədiyi ən mühüm məsələlərdən biri səbr məsələsidir. Səbr insanı mənəvi təhlükəyə düşməkdən qoruyan bir keyfiyyətdir, xüsusiyyətdir. İnsan həyatı boyunca müxtəlif hadisələr, müxtəlif hallar, cazibələr, istəklər insanı Allah yolundan uzaqlaşdırmağa sövq eləyir, uzaqlaşmağa sövq eləyir. Belə məqamlarda insanın özünü Allahın dinində sabit saxlaması səbr deməkdir. Təhlükəli məqamlarda insanın Allah dinindən çıxmaması, Allah dinində sabit qalması səbr adlanır. Hədislər səbrin mənasını bizə başa salır ki, biz çaşmayaq bu məsələdə, çaşqınlığa məruz qalmayaq. Səbrin mənası budur ki, insan zülmün qarşısında başını aşağı salsın, buna zülm eləsinlər, bu desin ki, Allaha tapşır, Allah özü bilər. İtaətkar qula çevrilsin, kimlərinsə zülmü müqabilində və bunun adını səbr qoyaq. Səbr bu mənadadır. Zülm qabağında sükut eləmək, zülmə təslim olmaq İslam baxımından haramdır, qadağandır. Hədislərdə var, zalimlar qiyamətdə cəhənnəmin hansı qatına gedəcəksə, zülmə təslim olanlar da o qatda olacaqlar, onlarla bir yerdə. Zülm eləyənlə zülmə təslim olan eyni dərəcədədir. Zülmə boyun əyən insanlar. Hədisdə var, zülm dünyanın şərqində olsa, dünyanın qərbində bir insan ürəyində ona etiraz eləməsə, o zülmə razı olsa, dünyanın şərqində olan zülmə şərikdir bu da. Zülmə təslim olmaq, zalıma boyun əyməyin mənası səbirdir. Səbir bu mənadadır. Kimsə bu mənada izah eləyibsə, səhv eləyib, yanlış yanaşıb səbir məsələsinə. İslam müsəlmana rəva bilmir ki, bir anda zülmə razı olsun. Zalimin həyatına razı olsun. Səfvan Cəmmal bir nəfər adam idi. Özü dəvə kirayə verirdi. Çox varlı, var dövlətli insan idi. Sərvəti çox idi. O dövrün nəqliyyat vasitəsi dəvə idi. Bu da dəvə kirayə verirdi. O qədər məhşur idi ki, hətta xilafət aparatı, o zamanın xilafəti Harun Ər-Rəşid dövrü idi.
Abbasi xəlifələrindən Harun əl-Rəşidin dövrü idi. Onun dövründə xilafət kirayəyə dəvə istəyəndə ona müraciət eləyərdi. Bir gün Harun xəlifə Məkkəyə ziyarətə getmək istəyir. Gəlir bu Səfvanın yanına, deyir mənə dəvə kirayə ver ki, mən bu dəvələri kirayə götürüm, bu karvanla həccə gedirəm Məkkəyə. Səfvan razı olur. Dəvələrini kirayə verir ona, danışıq olur, amma hələ yarımçıq. Şərtləşirlər ki, pulun bir hissəsini əvvəlcədən verir, qalanını da gedib gələndən sonra razılaşırlar. Səfvan özü də İmam Musa Kazım əleyhissalamın səhabəsi idi, 7-ci imamımızın. Haruna dəvələrini kirayə vermək haqda razılıq əldə edirlər. Gəlir İmam Musa Kazım əleyhissalamın yanına, söz düşəndə deyir ki, mən belə bir müqavilə istəyirəm imzalayam Harunla. Yəni dəvələri ona kirayə verəm. Görür ki, İmam Musa Kazım əleyhissalamın xoşuna gəlmir bu iş. Deyir, niyə görə ona kirayəyə verdin dəvələri? O dedi ki, ağa bu günah səfərinə getmir, Allah evinin ziyarətinə gedir. Günah səfəri olsaydı verməzdim. Bu Məkkəyə gedir, Allahın evinin ziyarətidir. Mən də dedim, yəqin günah olmaz, bu dəvələri kirayə verdim ona. Dedi, pulun hamısını almısan, yoxsa yox? Dedi, yox, bir hissəsi qalır, gedib gələndən sonra. Dedi, ürəyivə müraciət elə, İmam Musa Kazım əleyhissalam dedi. Ürəyivə müraciət elə və bax gör, Harunun o səfərdən sağ-salamat qayıtmasını istəyirsən ki, sənin pulu qaytarsın ya yox. Dedi, bəli. Dedi, zalimin ömrünün bu qədər uzadılmasına razı olmaq böyük günahdır insan üçün. Zalimin ömrünün bir gün artmasına razı olmaq zülmə şəriklidir elə. Çünki mömin bütün vücudu ilə zülmə və zalıma nifrət eləyir. Amma sənin mənfəətin yol verməyəcək. Deyəcəksən, ən azı qayıtsın ki, salamat, mənim pulumu qaytarsın. Ondan sonra bu gəlir xəlifənin yanına, əvvəldən dəvələrini satır hamısını, deyir də mən bu işə son qoydum. Da yaşım keçib filan, deyir yox, yaş məsələsidir, deyir görüm niyə görə? Bu demək istəmir. O deyir, mən bilirəm niyə görə. İmam Musa Kazım sənə dedi. Onun tapşırığı ilə bunu elədin. Allaha and olsun deyir, ailələrimizin arasında keçmişdə münasibət olmasaydı səni edam elətdirərdim. Sən İmam Musa Kazım əleyhissalamın sözünə baxıb bu işi görmüsən. Bu dərəcədə həssasdır İslam bu məsələyə. Bu dərəcədə həssasdır. İnsan zülmə boyun əysə, zillətə boyun əyər. İnsan zəlil olar. Allah mömini əziz görmək istəyir. İnnəl izzətə lillah və li rasulih və lil müminin. İzzət Allaha, Peyğəmbərə və möminlərə məxsusdur. Mömin zəlil yaşamaz. Ona görə də böyük insanlar səbri nə belə başa düşüblər, nə belə əməl eləyiblər. Onlar həmişə zillətdən qaçmağın adına səbir qoyublar, adını səbir hesab eləyiblər. Əziz yaşamaq, səbirli yaşamaq deməkdir. Xəlifə deyir, xəlifələrdən biri vəzirinə deyir ki, gedək bir təqvalı alim tapaq bizi nəsihət eləsin. Vəzir deyir, birini tanıyıram, deyir, gedək. Qapını döyürlər, alim gəlir qapıya, deyir, kimdir, deyir, xəlifə. Deyir, icazə verin, gedim çırağı gətirim. Çırağı gətirir, gəlir, xəlifə gərək mənə xəbər eləyərdi, mən gələrdim onun huzuruna, zəhmət çəkib gəlmirsən filan. Xəlifə vəzirə deyir, mən bunu istəmirdim, mənim istədiyim belə-belə, bu dövrən belə adamlardır. Sərdən axşamacan elə məni tərifləyirlər. Mən istədim bir dəfə bir təqvalı adamla oturam, söz danışa, mənə də təsir qoya. Deyir, yaxşı, birini də tanıyıram, gedək onun evinə. Gedirlər, qapısını döyürlər, görürlər, Quran səsi gəlir evindən, Quran oxuyur bu alim, uca səslə. Qapını döyəndə Quranı saxlayır, deyir, kimdir? Deyir, xəlifədir, vəzir deyir.
Deyir ki, xəlifə edilən gəldiyi yerə qayıtsın, getsin. Mən onun padşahı ilə danışıram, Allahla danışıram. Deyir, hə, deyəsən, mən istəyən budur. Qapını döyür, israr eləyir ki, qapını açmır. Nə qədər xahiş eləyir, vəzir açmır. Axır deyir, nərdivan gətirirlər, hasardan aşırlar, düşürlər içəri. Bunları görür, qaçmağa başlayır. Qaçır, bunlar da dalıcan. Gəlir, çatanda əlindən tutur xəlifə bunu saxlaya. Deyir, ah, xəlifənin əli cəhənnəm odunda yanmaq üçün necə də yumuşaqdır. Bir sözdən təsirlənir xəlifə, ağlayır və deyir, mən belə bir insanı axtarırdım. Bizim məzhəbin böyükləri, bizim böyük alimlər bu yolu tutublar. Mərhum Müqəddəs Kazimi Vəsail kitabın yazıb. Çox böyük fəqih alim idi, amma çox imkansız idi. İran şahlarından hansısa, bilmirəm, o dövrdə yaşayan hansı idi, xəbər tutur bunun vəziyyəti çətindir, buna bir miqdar pul göndərir. Bu pulu qəbul eləmir, imtina eləyir, deyir, aparın, qaytarın şahın özünə heç, başlayır hönkürtü ilə ağlamağa. Soruşurlar, ağa pulu qəbul eləmədiyi, üzü başa düşdüyü ağlamağınızın səbəbi nədir? Buyurur, mən qorxdum ki, Allahın yəqin nəzərindən düşmüşəm ki, Allah belə bir insanın əli ilə mənə yardım göndərdi. Qorxuram, adım zalimin dəftərinə düşər. Adam var tamahkardır, pula görə dinini satır, adam var qəbul eləmir heç, hələ o təklifə görə narahat olur ki, mənə niyə bu təklif olundu, görəsən mən neynəmişəm? Bu təklifin özü mənim üçün nöqsandır. Səbr bu mənadadır. Səbrin mənası kiməsə təslim olmaq, kiməsə boyun əymək mənasında yox, səbr özü günahdan qorumağa deyilir. İnsan özünü zillətdən qoruyursa, günahdan qoruyursa, insanlıq şərəfindən uzaqlaşmırsa, bu insan səbirli adamdır. İnsan səbirli olmasa, hadisələr qabağında səbr eləməsə heç yana nail ola bilməz, heç bir dərəcəyə çata bilməz. Kimlər nə dərəcəyə çatıb Peyğəmbərdən tutmuş alimlərə, adi möminlərə qədər, kimlər hansı dərəcəyə çatıbsa, bilin səbr mərhələsindən keçib. Səbirdən keçmədən ona çatmaq olmaz. Peyğəmbərin o boyda fəziləti səbrinin nəticəsidir. Hadisələrin ağrıları, acıları Peyğəmbərin narahat eləmirdi. And olsun Allaha, İmam Baqir əleyhissalam buyurur ki, 3 gün dalbadal tox qarınla yaşamadı Peyğəmbər. 3 gün dalbadal olmadı ki, tox yiyə. Halbuki imkansızlıq məsələsi də ördü. İmam Baqir buyurur ki, bir adam gəlib bəzən 100 dəvə hədiyyə elirdi Peyğəmbərə. Dəvə də o vaxt bahalı bir şeydir. İndinin maşını da elə bilir. İndi necə maşın alırlar? Bəzən bir adam 100 dəvə Peyğəmbərə hədiyyə eləyərmiş, dəfələrlə. Amma hamısını Allah yolunda verib, özü də az yatarmış. Bu çətinliklərə səbr eləməklə o dərəcələrə ucaldı ki, heç kəs o dərəcəyə ucala bilməyib. Peyğəmbər belə bir dərəcəyə səbrin nəticəsində gəldi çatdı. Mən oxuyurdum Molla Mehdi Nəraqi haqqında. Bizim 4-5 demərəm, bir onlarla bizim böyük alimlərimiz olub, onlarla, onların adının içində Molla Mehdi Nəraqinin də adı var. Böyük fəlsəfə alimi idi, elmin müxtəlif sahələrində mütəxəssis idi, fiqhdə mütəxəssis idi, öz dövrünün böyük alimlərindən biri idi. Mən onun tələbəlik dövrünə baxmışam, o bir kasıb bir kişinin oğlu idi. Gedir İsfahanda dərs oxumağa, baxırlar bunun paltarına falan, görürlər ki, bu otaq tutub qala bilməyəcək. Hara gedir, qovurlar bunu. Ona görə Allah deyib, cəmaatın zahirinə baxmıyor. Birdən baxarsınız, hörmətsizlik eləyərsiniz, bilməzsiniz, amma bəlli olar ki, Allahın dostuymuş. Geyiminə baxmayın, zahirinə baxmayın. Baxın, bəlkə qəlbində bir dəyərli bir şey var. Bunu qovurlar. Bu gedir bir xarabalıq tapır, uçuq otaqlardır, damı yoxdur, belə bir vəziyyətdə. Heç kəs orada qalmır, qorxur qalmağa ki, uçar düşər başına. Qalır orada, oxuyur, dərs oxuyur. Gecələr çıxır, cəmaatın
atdığı quru çörəkləri toplayır, gizlin ki, alim izzəti, tələbə izzəti əldən getməsin. Əbasının arasında gətirir, su səpir üstünə, onu yiyir. Uzun müddət belə yaşayır. Bu çətinliklərə dözür, olur Molla Mehdi Nəraqi. Ki, indi yüzlərlə cild kitab qalıb ondan, irs. Bizlər də ondan faydalanırıq. Müqəddəs Ərdəbilinin həyatına baxın, Müqəddəs Ərdəbili parlaq şəxsiyyətlərimizdən biridir. Özü danışırdı, cavanlıq dövründə mən tələbə idim, bir dostumla bir otaqda qalırdıq, əhd bağlamışdıq ki, nə qədər bizim günümüz çətin olsa, heç kəsə şikayət eləməyək. Razılaşmışdıq. Bu əhdimizə də əməl edirdik. Dostum bir gün aclıqdan xəstəliyə düşdü. O qədər zəiflədi ki, yatağa düşdü. Xəstələndi, mən də getmişdim dərsə. Qayıdıb gəlincə, sən demə bir nəfər varlı tacirlərdən biri eşidib ki, tələbələrdən hansısa xəstədir, onun ziyarətinə gəlir. Gəlib deyib ki, sən niyə bu vəziyyətdəsən? Eşitmişəm, sən də dostunda çox zəifsiniz. Əvvəl demək istəməyib. And verəndən sonra deyib ki, biz aclıqdan bu vəziyyətə düşmüşük. Ondan sonra bir miqdar pul verib, 2 kisə pul. Bir deyib dostluğa verərsən, bir özünə. İkisinə də yemək gətirib. Müqəddəs Ərdəbili qayıdıb gələndə vəziyyəti belə görür, deyir, sənə demişdim axı, biz əhd bağlamışdıq axı ki, heç kəsə sirrlərimizi açmayaq, şikayət eləməyək. Deyir, da keçə bilmədim, and verdi ona görə. Ondan sonra deyir, pulu bölürlər, bir kisə Müqəddəs Ərdəbilinin, bir kisə bunun. Axşam yatırlar, üzr istəyirəm, Müqəddəs Ərdəbili yatır, gecə boynuna qusul gəlir. Cünub olur, cənabət quslu gəlir. Durur yuxudan, o vaxtda hamama gedirdi cəmaat, hər otaqda hamam yox idi evdə. Gedir hamama, hamamın qapısını döyür, hamamçı soruşur, kimsən? Deyir, tələbəyəm, gəlmişəm hamama. Deyir, gecə vaxtı da aça bilmərəm. Deyir, 2 bərabər pul verirəm. Deyir, yox. Nə qədər verirsən? Axır deyir, bütün nə ki pulu var idi, nə miqdar, çox böyük pul. Hamam üçün, hamamçı üçün. Deyir, bunun hamısını verirəm, aç. Ona razılaşır. Acından ölən bir tələbədir. Aclıqdan xəstəliyə düşür. Biz hava biraz soyuq olanda deyir, təyəmmüm eləyək qılan. Belə bir vəziyyət, razıdır var dövlətin hamısını verə, qusulunu ala, gələ gecə namazından məhrum olmaya. Deyir, verdim, qusul aldım, gəldim, gecə namazını qıldım, o gündən dəyişiklik yarandı. Mən gördüm ki, mənim qəlb gözüm açıldı, mənim halımda inqilab yarandı. Allah da əvəzin belə verir. Sonra oldu Müqəddəs Ərdəbili ki, dəfələrlə İmam Zaman ağa ilə görüşüb, dəfələrlə. Gəlib dayanırdı hərəmin qabağında, Nəcəfdə, əleyhissalamın hərəmində, Əssalamu aleykə ya əmirəl-müminin deyirdi, cavab gəlirdi ki, və aleykəssalam. Cavabını eşitməmiş, əleyhissalamın ziyarətindən ayrılmırdı. Belə bir dərəcəyə çatdı. Nəyin nəticəsində? O çətinliklərə, o sıxıntılara səbrin nəticəsində. Belə bir dərəcələr əldə eləyə bildi. İnsan səbirlə nəyəsə nail ola bilər? Səbr eləyəsən hadisələrə, cəmaatın sözünə. Cəmaat çox söz danışır, görsən, insanın ürəyinə yara vurur. 90% adam, mən bunu məsuliyyətlə deyirəm, dil təqvasına əməl eləmir. Ona görə Peyğəmbər buyurub ki, cəhənnəmə gedənlərin çoxu dilləri ucbatından gedəcək. Hər nə dilinə gəldi, cəmaat danışır. Baxmır, düzdür, səhvdir, nə gəldi dilinə danışır. Hərdən adam özü elə bu cəmiyyətdə elə sözlər eşidir ki, təəccüblənir ki, bunun məsuliyyətini bunlar necə üzərinə götürüb bu sözü danışır. Dil balaca bir şeydir, amma çox məsumun qatilidir dil. Dil çox ürəklər sındırır, çox qanlar tökür. Bu dil yaralarına səbr eləmək, cəmaatın əzab əziyyətinə səbr eləmək çətin də olsa qiymətlidir. Həzrəti Musa əleyhissalam Allahdan soruşur ki, ilahi, mən necə adamam? Bəlkə yeganə Peyğəmbərdir bunu soruşub, başqalarını da görməmişəm mən. Soruşdu, ilahi, mən necə adamam? Allah dedi, sən əla adamsan. Nömrən 5-dir sənin, yəni. Ondan yuxarı yoxdur. Sən ulul əzm Peyğəmbərsən, yer üzündə səndən üstün adam yoxdur.
Soruşdu ki, ilahi, mənim də dalımca danışan var. Allah buyurdu ki, niyə yoxdur? Çoxdur. Sənin də dalımca nələr danışmırlar. Biri deyir ki, cəmaatın pulunu yedi. Biri deyir ki, sehirbazdır, cadügərdir. Nə gəldi danışırlar. Çox danışan var sənin dalımca. Dedi, ilahi, bəs mən sənin yanında bu qədər qiymətim var. Bu qədər dəyərli insanam. Niyə onların danışmağının qabağını almırsan sən? Dedi, ay Musa, sən yaxşısan, səndən min bərabər çoxu mənim dalımıza danışır gündə. Allahın da qeybətini eləyənlər var. Mənim dalımıza danışırlar, qoy danışsınlar. Bəs cəhənnəm kimdən dolmalıdır? Cəhənnəm belə adamlarla dolur ki, dilinə riayət eləmir. Ehtimalını, zənnini dilinə gətirib danışır. Bütün bu hadisələrin, bütün bu çətinliklərin müqabilində insanın səbr eləməsi onu ali dərəcələrə çatdırar. Səbr zəruri mərhələdir. İmam Sadiq əleyhissalam buyurur, Əs-səbru minəl iman, kər-rə'si minəl cəsəd. Baş necə bədən nisbətində necədir, səbir də iman nisbətində elədir. Başsız bədən olmaz, səbirsiz də iman ola bilməz. Başı bədəndən ayırson ölər, səbir olmasa insan imana nail ola bilməz. Odur ki, insan gərək səbr eləyə, dözə. Bütün bu hadisələrə, sözlərə, söhbətlərə, bugünkü gündə İslam Peyğəmbəri barədə təzdən başlayıblar, güya indi Peyğəmbərə ləkə vurmaq istəyirlər. Peyğəmbərə təhqir eləyən sözlər, məqalələr, şəkillər çəkdilər, indi film çəkməyə başlayıblar. Amma yenə də deyirəm, başa düşmürlər ki, bunlardan ağıllıları bu yolu gedib məğlub olublar. Peyğəmbər döyüşkən idi. Bu qədər insafsız söz danışırlar ki, Peyğəmbər küçədən keçirdi, bir Yahudi sizdən biri onun başına kül tökürdü, tikan tökürdü. Bir gün gördü ki, yox. Daha tikan tökən yoxdur yuxarıdan, kül atan yoxdur. Dedi ki, bu Yahudi vardı mənim başıma, kül tökürdü, yolumun qabağına tikan tökürdü. Ondan xəbər yoxdur. Dedilər, xəstədir. Dedi, gedim onu ziyarət edeyim. Getdi onun başının üstünə. O utandığından yorğanını başına çəkdi xəcalətdən. Öz davranışına görə. Belə bir Peyğəmbərə deyəsən ki, bu döyüşkən idi, nəuzubillah, zalım idi, filan idi. Sizə istədiyiniz odur ki, bu dində mübarizə hökmü olmasın. Hər bir dinin mübarizə hissəsi də olmalıdır. İslam Peyğəmbər döyüşəndə də təcavüzün qabağını almaq üçün döyüşür. Haqqı müdafiə eləmək üçün döyüşür. Əgər istəyirsiniz o olmaya, istəyiniz ürəyinizdə qalacaq. Çünki bu Allahın hökmüdür və məntiq hər hansı bir əqidənin yaşaması üçün bunu tələb edir ki, əqidə özünü müdafiə də eləməlidir. Bütün çətinliklər müqabilində, bütün sıxıntılar müqabilində günaha düşməmək üçün insanın bir silaha ehtiyacı var, o silah səbirdir. İnsan səbirlə çətinliyi şirinliyə döndərər özü üçün. Amma səbirsizliklə əzab qazanar. Bir nəfər oğlu ölmüşdü, çox səbirsizlik eləyirdi. İmam Rıza məktub yazdı ona, gözəl bir cümlə buyurdu. Buyurdu, sənin oğlunun ölümündə səbirsizlik eləməyin onun ölümündən ağır müsibətdir sənin üçün. Sən ölümünə ağlayırsan, amma bundan ağır müsibət sənin üçün budur ki, sən Allaha etiraz edirsən. Oğul ölümü bunun yanında bir şey deyil. Qiyamətdə görəcəksən ki, Allahın hökmünə etiraz eləmək oğul ölümündən ağır müsibət imiş sənin üçün. Həyat belədir, dünyanın sıxıntısı təbiidir. İnsan bu sıxıntılara dözür, ondan sonra dünyadan köçən kimi sıxıntılarına son qoyulur. Orada Allah deyir ki, dayır, yat, dincəl, ən gözəl yerlər sənindir. Narahatçılığın yolu bağlıdır sənə tərəf. Sən kifayət qədər dünyada səbr elədin, narahat oldun, çətinliklərə dözdün, bəndəlikdən çıxmadın. İndi də əbədi olaraq Əleyhisselamdan bir hədis var. Harası əziyyətdir? O əziyyətin ki, arxasıcan əbədi rahatlıq gəlir. O əziyyət ki, arxasıcan həmişəlik rahatlıq gəlir, o əziyyətdir. Ona dözmək asan olar. O çətinliklərin hamısına dözmək asan olar. İnsan ölümü ilə rahatlığa nail olur, rahatlığa çatır. Allah bizi səbr eləyənlərdən qərar versin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk.
باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله يا الله يا الله يا الله يا الله